Hacı sen o İmam Mirzə, sen o Həzrətin, sen o Əbəlfəz, gəl mənim balamın qanından get, balamı ver mənə. Bu bir 24 yaşında edama məhkum olan qatilin anasının yalvarmağıdır ki, qətlə yetən kimsənin atasından oğlunun bağışlanmağını istəyir. Gəl balamın qanından get, balamı azad elə. Qətlə yetənin atası da 8-ci bağışlayan və mehriban imamın şəhadət il dönümünü əzizləyib, onun qanından keçir. Və xatir qərib imamımızda mən onun qanından keçdim. Və bu bağışlama ana-balanın məhəbbətindən olan gözəl bir səhnə yaradır. Bala qurbanım Allah səni, bala sənə nədəndir, bala şükür olsun Allaha, bala qurbanım Allah səni, bala mənə Allah. Bəziləri İrandakı edam məsələsini qeyri-insani hesab edir. Onlar istəyirlər ki, hər bir cinayəti törətmiş adamı dövlət zindanda saxlasın və mərhumun ailəsindən və digər ölkə vətəndaşlarından alınan vergilərlə 15-20 il onu bəsləsin. İranda İslam inqilabının əvvəllərində xalqa güllə atan şah əskərlərinin edamı zamanı da bu iradə edənlər var idi. Onlara bir İranlı alim gözəl cavab vermişdi. Həmin alim bildirmişdi ki, xalqın günahsız övladını öldürənləri həbsə salıb, gündə 3 dəfə yeməklə bəsləyək. Həqiqətən bu cavab üzərində düşünüləsi cavabdır. Əslində qeyri-insani davranış, cinayətkarı edam etmək yox, onu xalqdan alınan vergilərlə bəsləməkdir. Maraqlıdır ki, humanizm iddiası edən dövlətlər cinayətkarları gündə 3 dəfə yemək versə də, cinayətkar olmayan, amma ehtiyac üzündən küçələrdə yatan evsizlərə yemək vermirlər. Budurmu humanizm? Soruşanda da deyirlər ki, bu onun həyat tərzidir, seçimidir. Yəni, eyni sözü cinayətkar üçün də demək olar, bu onun həyat tərzidir. Buraxın acından ölsün. Olarmı bu sözü demək? Olmaz. Hamı bizə irad edər. Bəs cinayəti olmayan insanları acılığa tərk edən rejimlər niyə qınanmır? İran İslam Respublikasında dünyanın ən unikal sistemi hökm sürməkdədir. Ortada kimsə cinayət törədibsə, dövlət canını mərhumun varisin ixtiyarına verir. Amma həddi aşmaması, yəni zülm etməməsi üçün nəzarət mexanizması yaradıb. Yəni mərhumun varisi intiqam almaq istəsə, bunu dövlət özü icra edir. Üstəlik ən insani formada. Misal üçün, bir cinayətkar öldürdüyü şəxsə təcavüz edə, gözlərini oya, ona hər cür zülm edə bilər. Amma dövlət bu vəhşiliklərin təkrarlanmasına icazə vermir. Mərhumun ailəsinə təkcə intiqam və ya bağışlamaq icazəsi verir. Bağışlaması üçün də təşviq edici təbliğatlar aparır. Misal üçün, İranda heç kimi məhkəmə zalından aparıb edam etmirdilər. Bəzən canini aylarla saxlayırlar ki, bəlkə mərhumun varisləri bir müddət sonra rəhmə gəldi. Bunu niyə edirlər? Çünki Allah Quranda qisasda sizlər üçün həyat vardır deyir. Eyni zamanda əfv etməyi də tərif edir. Yəni, İrandakı cəza sistemi bütünlükdə ilahi meyarlar əsasında qurulub. Mən türmədə olanda bir İranlı mənlə yan-yana yatırdı türmədə. Ümumiyyətlə, İranda hüquq mühafizə sistemindən danışanda mən dəhşətə gəldim. Tam səmimi deyirəm. Məsəl üçün, ölümü əgər öldürülən, ölən tərəf bağışlayırsa, ölümü bağışlayırlar. Bizdə isə avar eləyir kimsə. Gedir ağaca vurur. Deyirlər 50.000 bir səhər tutaraq. İndi deyin görək, dünyanın harasında cinayətkardan intiqam alması üçün mərhumun ailəsinə şərait yaradılır. Dünyanın harasında cinayətkarı mərhumun varisi əfv edəndə zaldan məhkəmə salonundan evə buraxırlar. Bax, budur ilahi sistemliyin mükəmməlliyi. Hacı sen o İmam Mirzə, sen o Həzrətin, sen o Əbəlfəz, gəl mənim balamın qanından get, balamı ver mənə. Hə, bu arada gördüyünüz kimi İranda Azərbaycan dili qadağan deyil.